Ayaq şişkinliyinin tək səbəbi ürək və böyrək çatışmamazlığı deyil. Son zamanlar ayaq şişməsi ilə bizə müraciət edən insanların sayı artıb. Onları qorxudan əsas səbəbsə ürək və böyrək çatışmamazlığıdır. Amma bu belə deyil. Ayaqları şişirdən müxtəlif səbəblər var. Bunlardan biri də tiroid vəzisidir. Yəni hamımızın zob kimi tanıdığı xəstəlik. Zob xəstəliyi olan insanlarda bədəndə ayaqlarda şişkinlik olur. Amma bu da geniş yayılmış bir səbəb deyil. Ən geniş, ən qlobal yayılmış səbəb ayaqlarda limfa dövranının pozulması nəticəsində damarların keçiriciliyinin itirilməsidir. Xüsusən oturaq həyatı keçirdən insanlarda, bütün günü ofisdə olanlarda, hamiləlik dönəmi keçirdən xanımlarda, doğuş keçirdən xanımlarda ayaqlarda limfa dövranı itir. Nəticədə ayaqlar günü-gündən şişir, ödəm yığır, selülitlər, varikozlar yaranır. Bəs bu problemdən dərmansız necə qurtulmaq olar? Ekrandakı ürək qızart və profilin üzərindəki pil işarəsinə toxun. Sizə lazım olan Kanur drenaj çayıdır. Bu çayı apteklərdən əldə edib gün ərzində 2-3 dəfə içdiyiniz zaman orqanizmdə limfa dövranının aktivliyi artırır, damarların keçiriciliyini bərpa edərək ayaqlarda olan ödəmi, şişkinliyi tam şəkildə aradan qaldırır. Nəticədə də selülitlərin, varikoz xəstəliyinin yaranmasında önləyir. Ölkənin bütün apteklərində var, olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Və məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balığına hər zaman, hər mövzuda sağlam qalasınız.